Qobustan rayonu Qurbançı kəndində içməli su sisteminin quraşdırılması layihəsi üzrə təqdimat mərasimi keçirilib. Qobustan rayonu Qurbançı kəndində Qobustan rayon icra hakimiyyəti, Yaponiya səfirliyi və Qobustan bələdiyyəsinin birgə təşkilatçılığı ilə rayonun Qurbançı kəndində içməli su sisteminin quraşdırılması layihəsi başa çatıb. Birinci saflığı varsa da suda artıq içiləndə dərd verir o da. Bu su insanların dərdini aradan qaldır. Belə ki, illər ki, kənd sakinləri hazırda dayandığımız Qurbançı kəndi və Ərəbşahverdi kəndi Qobustanın dağ kəndi idi və sakinlər texniki sudan əziyyət çəkirdilər. Bugün dövlətimizin diqqəti və Yaponiya səfirliyinin maliyyə dəstəyi ilə suyun açılışı oldu. Sakinlər bu günü çoxdan gözləyirdi. Biz də bu kəndin su problemini işıqlandırmışdıq. Çox şükürlər olsun ki, çox keçmədi, problem öz həllini tapdı. Bununla əlaqədar tədbir keçirilib. Tədbirdə Qobustan rayon icra hakimiyyətinin başçısı Adil Məmmədov, Yaponiyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vatanabe Katsuya, Qobustan bələdiyyəsinin sədri Vasif Zamanov, hüquq mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Açılış rəmzi olaraq qırmızı lent kəsilib, su kənd sakinlərinin istifadəsinə verilib. Bununla da Qurbançı kəndinin su problemi öz həllini tapıb. Devlətimizin qayğısı və Yaponiya səfirliyinin maliyyəsi əsasında artıq bu kəndlərdə su problemi aradan qalxıb. Bundan sonra hər bir həyətdə bu su daimi axacaq və əhalimiz də bu sudan istifadə edəcək. Kənd əhalisi böyük sevinclə qarşıladı bunu. Hər bir kəs devlətimizə, ölkə başçımıza öz minnətdarlığını bildirdi. Kənd sakinləri görülən işlərə görə ölkə rəhbərinə öz təşəkkürlərini bildiriblər. Keçən səfər siz gələndə Rəşad müəllim gördünüz, problemlərimiz çox idi. Ancaq onların hamısı düzəldi. Allah razı olsun rayon icra hakimiyyətinin başçısından, Adil müəllimin təşəbbüsü ilə. Hər bir canlının yaşaması üçün Rəşad müəllim 3 şey lazımdır. Su, çörək, hava. Su varsa həyat var. Demək su həyatdır. Deyir ki İbn Sina, dünya yaranmamışdan Tanrı suyu yaratdı, çiçəklərə ad verib, təbiəti oyatdı. İndi bizdə təbiət oyanıb, hər tərəf yamyaşıl, yaşıllıqdır. Buradan su axır, bax fikir ver. Heç kim inanmazdı ki, Fərzalı bulağının suyu gəlib buradan axa və qapılara çəkilə. Plus, oradan da artezyan vurulur hal-hazırda, orada su çıxır. Bunlar hamısı Adil müəllimin təşəbbüsü iləndir. Allah razı olsun, çox razıyıq. Kəndin ən böyük problemlərindən biri, uzun müddət burada quraqlıq olur da, su problemi idi. Allah dövlətimizdən razı olsun, Yaponiya şirkəti dövləti, səfirliyin köməkliyi ilə gözəl su çəkdilər. İndi bütün kənddə, həyətlərdə su axır. Cəmaət istifadə edir. Vaxtilə biz 35 manata, 40 manata maşının alırdıq suyunu. İndi bu sular, problemlər Allaha şükür həll olunub. Bu yaxınlarda da artizan vurulur yenidən. Bu da ki, rayon icra hakimiyyətinin bilavasitə dəstəyi ilə, köməkliyi ilə. Su həyatdır, su gözəllikdir, su paşılıqdır. Bizim bu ərazidə su ehtiyacımız oldu. Həmin o suyu bu günləri Yapon səfirliyinin hesabına, köməkliyinə, qardaşlıq köməkliyinə bizə gəldi. Həmin sudan bu günləri 8-9 aydır Qurbançı Ərəbşahverdi kəndi istifadə eləyir. Xalqımızı sevindirdi. Bizim xalqımız da həmin bulaqları, həmin çəkilişləri qoruyub, saxlayıb, gələcək nəsillərə ötürülməsinə söz veririk ki, qoruyacaq, saxlayacaq, yaşadacaq. Allah razı olsun onlardan. Rayon rəhbərliyinin böyük səy nəticəsində bu uğurlu layihəmiz başa çatdırıldı, xalqa təhvil verildi. Allah Teala'ya çox şükürlər olsun. Bu günləri bizim bu kəndlərimiz bu sudan istifadə eləyir.